Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir kinoteatrın pultunu təmirə gətiriblər. Mikrolaft firmasınındır. Müştəri işləməyindən narazıdır. İndi orta nəticəni bir yerdə izləyək. Demək, pultu açdıq. Migrik olan sistem işləyir. Buradan aşağı var əlavə qoyulub. Aşağı kömürlər işləmir və burada belə bir hissədə svetodyot da qoymaq olar. Demək, buradan qoyulub, əlavə birində qoyacağım. Pult belə də işləyəcək, belə də işləyəcək və burada kömürləri dəyişəcək. Amortizatorunda vuracaq, svetodotu bərkidəcək. Və prosesorun ayaqlarını yığacaq. Ləkələr var. Bir hissə ayrı-ayrılıqda təmizləndi. Əlavə svetodyot qoyduq. Prosesorda işləyək. Kondensatorun ayağını və prosesoru işlədik, təmizləyək. Təmizlədik. Orijinal paxlava, Michel Pirelli kömürlərini götürdük. Bunları, könələrləri kəsmişik, indi bunları üzərinə bərpa eləyəcək. Diametri o birlərdən böyüdür. Kömürləri üzərinə bərpa elədik. Üst miqriqlərin, qapaqların üzərinə qoyduq. Demək, divaynoy svetodyotla əmələ gəldi. Demək, sağ miqrikində problem var. Bunu da dəyişək. Miqriki çıxartdıq. Dəyişdik. Demək, bu da nəticə. Bütün knopkalar işlədi. Arxa hissədən də pult tutur. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.